Azərbaycan xalqı o günü heç zaman unutmadı. Tariximizdə qanlı yanvar olaraq xatırlanan, soydaşlarımızın qəhrəmanlıq dastanı yazdığı o gecə hər zaman xalqımızın xatirindədir. Azadlığın həsrəti ilə yanıb qovrulan xalqımızın mübarizə ruhu boğulur, təcavüzə məruz qalırdı. İllər keçsə də, öz müstəqillik arzusundan vazgeçmədən ruhunda azadlıq ateşi ilə yaşayırdı. O gecə səfərbər olub, əlyalın küçələrə çıxan, tankların üstünə yumruğunu sıxıb yeriyən xalq azad, müstəqil, hür olmaq istəyirdi. O gecə vətən eşqi ilə ayağa qalxan günahsız insanlar qətlə yetirildi, yaralandı, həbsə atıldı. Ancaq azadlıq sevdasını öldürmək, yaralamaq, məhbəsə atmaq mümkün değildi. Öldürülənlər arasında qadınlar, qocalar, hətta uşaqlar da var. Və o gecə Azərbaycanın müstəqillik mübarizəsi illərdir közərən ateş kimi alovlandı. Bütün ölkəni bürüdü. Düşmən gülləsinə tuş gələn şəhidlərimizin qanı bahasına müstəqilliyimizi qazandıq. Ancaq bu qətliyam, bu cinayət son olmadı. Bu dəfə mənfur qonşularımız öz havadarlarından aldığı dəstəklə tarixi torpaqlarımıza göz dikdi. Azadlığın və müstəqilliyin əvəzsiz nemət olduğunu anlayan, qanlı yanvar gecəsi şəhidlik dərsi almış vətən övladları Qarabağ uğrunda gedən savaşlarda da bu vətən üçün sinəsini sipər etdi. Şəhərlərimiz, tarixi abidələrimiz, yurd yerlərimiz yağmalandı. Və bir gün bütün bunlara dur deməyin vaxtı çatdı. Şanlı ordumuza döyüş əmri verildi. İllərdir çəkilən istirabların, yurt həsrətinin sona çatması üçün dəmir iradəyə, dəmir yumruğa ehtiyac vardı. Xalqın birliyindən güc alan müzəffər ordumuz vətən müharibəsində qanıyla, canıyla zəfər tariximizi yazdı. İllərdir nigaran ruhların dolaşdığı şəhidlər xiyabanında Şuşa zəfəri müjdələndi. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. 44 günlük vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi şanlı qələbə bizə milli qürurumuzu, əzəmətimizi, bütövlüyümüzü, möhtəşəmliyimizi geri qaytardı. Ali Baş Komandanın əmri ilə səfərbər olan xalqımız sübut etdi ki, bağrımızda yanan müstəqillik, azadlıq və qəhrəmanlıq ateşi heç zaman sönməyəcəkdir. Qürur duyuruq ki, Qarabağımızın səmasında şəhid qanıyla boyanmış azadlıq simvolumuz, üç rəngli bayrağımız dalğalanır. Sinəsini bu vətən üçün sipər edən oğulların nigaran ruhları azad vətən səmasında dolaşır. Müzəffər ordumuzun qazandığı Qarabağ zəfərinin təməli xalqın qəlbindəki şəhidlərimizə olan ehtiramdan qaynaqlanır. Hər il şəhidlər xiyabanında 20 yanvar şəhidlərini anmağımız bu qələbəni şərtləndirən amillərdən biri oldu.